Bugün Bakıdan gələn ailəvi dostlarımızla piknikə gedirik. Bütün qonaqlarımızı ilk öncə Hanəgaha aparırıq, çünki oranı çox bəyənirik. İndi isə qonaqlarımızın gətirdiyi quzunu duz, istiot və soğan ilə marinə edirik. Elə çox dadlı olur. Və keçid edirik piknik setimizi hazırlamağa. Qablarımızı, stakanlarımızı, hər şeyi götürdük. Hanəgahda 20 manata oturmağa yer və manqal verirlər. Əlavə 15 manat verməklə isə samavar da verirlər. Məncə qiymət normaldır. Manqalı qalamaq üçün rəfiqəmlə taxta yığdıq. Yoldaşım isə ətləri şişə çəkirdi. Biz Nigarla həyatımızda ilk dəfədir ki, manqal yandırdıq. Bəli, və biz meşədə yaşamağa hazırıq. İlk dəfə idi ki, özümüz manqal qaladıq, şokdaydıq. Piknikimizin olmazsa olmazı şişirilən, belə uzanmaq üçün yerdir. Bu məhsulu baqajnikimizdən çıxartmırıq. Hara gedirik, səririk, otururuq. Yəni çox pratikdir və əladır. Sonra isə rəfiqəmlə yavaşdan süfrəni hazırlamağa keçdik və həmin vaxt yoldaşım dünyanın ən dadlı kababını bişirirdi. Yəni həqiqətən də bacarır, pambıq kimi eləyir. Mən heç yerdə belə dadlı kabab yemirəm. Çox yaxşı bacarır. Yaxşı, reklamlar bitdi. Sonra isə samavar çayı içdik. Günümüz dəhşət gözəl keçdi. Hər şey əla idi. Hər birinizə doğrudan da gözəl dostluqlar arzu edirəm. Bugünlük isə bu qədər. Məni izləməyə alsaq çox sevinərəm. Bay bay.